Məmmədova Gülarə Səlim qızı. Bərdə şəhər Cəlil Məmmədquluzadə küçəsində yaşayırıq. Bizim evlər avaryonlu evlərdir, taxta binalardır. Mişollar aparır, yağış yağanda evə vanna, vedra düzürük. Bu evlər söküldü, indi də var olub zibilxana, evimizə girə bilmirik üfunətin iyisindən. Hamımız xəstə adamlarıq, iyini götürə bilmirik. Mişolun səsi bir tərəfdən, yağış gələndə ta həyəcan içində oluruq. Mən şəxsən öz adıma deyirəm, ortadayam, yağış yağanda qorxuram, Allah evi gəlib su aparacaq, qalacaq yaman gülə. Bizim də bu işimizdən bir maraqlanan yoxdur. Harada gedirik, deyirlər ki, düzələcək, düzələcək. Ha, vaxt düzələcək bilmirik. İyidən evdən o qədər üfunətli iyi gəlir ki, havağa kimi bir ətir vuracaq ki, bu iyini götürək. Çürüyüb, evlərimizə girəndə qorxuruq. Mən şəxsən özüm evimə girəndə pol çürüyüb, ayaq qırılır, çürüyor. Hər yerə də gedirik, icraya gedirik, işləfə gedirik. Deyirlər ki, düzələcək. Ha, vaxt düzələcək bilmirik. İndi uşaqlarımız gəlib, nəvələrimiz də var. 40 yıldır burada oluruz, hələ bizə ev verilmir. Ona görə ki, burada İstanbul Miras binası verir. O söküldü, bu birisi söküldü. Orada biz 11 binayız, 13 bina eviz. Yani orada da 8 idi. Bize ev düşerdi. Oranı buranı söktü, bu 2 binanı. Lazımsız olmayan o 3 neferi oradan aileni götürdüler. Orada 4 aile kalır. Bizi götürmediler, biz kaldık burada. Yine de vallahi değildi ve kimin eline gelir çökülür bura. Yani çok güzel. Çok oynamağa yetmiyor. Şu an oynamağa yetmiyor. Evlerimiz pis vəziyyətdə hamısı. Hamısı böyle. Yağış yağıb, pis vəziyyətdədir. 2 yaşında, 2 yaşında nəvələrim şöyle çıxır, qorxur. Qorxur ki, qapıda quyu var, 3-4 metrlik. Ana durba gedir həyətdən, ondan qorxuludur. Neçə dəfələrlə ana durba partlayıb su götürür. Yəni kanalizasiya sistemimiz yoxdur, pis vəziyyətdədir. Çox şərəfsiz yəni vəziyyətdə yaşayırıq. Valla bize de söz verdiler ki eviniz plana düşür. Bize söz verdiler ki eviniz plana düşür. Bak bu avaryonlu qazalı binada yaşayırıq. Bugün söküləcək, sabah söküləcək. Hələ ki bize heç nə demirlər. Söktükləri binada olub zibilxana, nəfəs ala bilmirik. Bize ya bina tiksinlər, versinlər, ya bize bir çare tapsınlar. Nə şifer dəyişirlər, nə kanalizasiya sistemini dəyişirlər. 5 mərtəbəyə görə yəni bu qalır arxada, yəni baxılmır. 53-cü ildə tikilən evlərdir. Stalingrad evlərdir. 86-cı ildən burada yaşayırıq bu Qarabağ Stroyda, bu Cəlil Məmmədquluzadə küçəsində. Biz bura köçəndə gəldilər, dedilər ki, burada heç nə eləməyin, bura avaryonlu binadır. Ondan bəri də burada evdə sökülüblər, cəmaata evdə veriliblər. Biz amma qalmışıq ortada. Pilləkən baxırsan, blokun pilləkəni aralanıbdır. Birinin başına düşsə, yıxılsa, altında uşaq qalsa nətər olacaqdır? Buralar elə zibilxana. Nətər bu 12 ailəyə, 6 ailə də belədədir. Bunlara siz ev vermişsiniz. Hamı bərbad vəziyyətdə yaşayır. Heç kim yaxşı vəziyyətdə yaşamır. Özümüz nə eləyimsə oldu. Elədiyimiz dağılıqda eləyirik. Bu da binanın altı boğuzdur. Qorxulu bir vəziyyətdə yaşayır. Yox, heç üstün vurmaq ehtiyac deyil. Ancaq bizi evlə təmin eləsin. Bu yağış yağanda ev vəziyyətə. İyidən girib otura bilmirəm. Qonaq gəndə xəcala çəkilir. Müşoğul aparır, xəstə adamı. Şəxsən mən öz adıma deyirəm. Yağış yağdı, mənim şəkərim qalxır. Allah, evimi su aparacaq, qalacam yaman gün. Nəmişdik, ancaq nəmişdik, xəstəlik. Valla indi 5-6 il nə ömrümüz. Valla, indən sonra nə ömrünüz var, var cəhənnəm düşərətə yaşayır. Siz partlayır, evləri, qapı başına hamısını su aparır. Evdə körpə uşaqlar var, qorxuruq. İndi xahişimiz budur ki, prezidentimizdən, Mehriban xanımdan bizi bir evlə, nəyləsə bizi təmin eləsin, biz bu üfunətli evdən qutaraq. Ayrı əlacımız yoxdur, hamımız narahatdır. Fövqəladə hallara getdik, JK getdik, icra hakimiyyətinə getdik. Hamısı deyir düzələcək. Buradan göyə park tikiləcək. Parkı tikdiyini bizə bir evlə təmin eləsin, sonra buradan park tikilsin də. O çölü bəzə içi təzəyini inirəm mən. Yenə tiksin. Mən orada JK də dedim, evi təmin elə, sonra parkı tiksə. İndi başıma otur, mən parkda yatmayacağım ki. Bana əvvəl İndi gəldi içəriyə baxaq. Sənin evini sökür, sana izlan yedir. Orada 3-4 metrlik quyu qazmışıq. Quyu özü çökür. Yeraltı su hamısı gəlib dolur ora. Gəlib yoxlayan yoxdur. Burada da deyib, burada bünövrə təmiz çökübdür. Uşaqdan qorxuram evdən. Yəni birdən yatar. Bu vəziyyətdədir. Yer, sudur. Bünövrə təmiz çökür. Yerin suyuna bax. Hardan gəlir, bax bu su bilinmir. Beləcə su qaynayır yerdən. Bünövrə. Bu vəziyyətdə, yəni şəraitsiz, pis vəziyyətdə, kanalizasiya sistemi yox. Moyka gəlib darvazanın ağzındadır, çöldədir.
Şverin üstü dəyişilmir. Şverlər bax bu vəziyyətdə yağır qazan qoyuruq. Stolun üstə vanna döşüyürük yerə ki, yağışın suyuna görə. Neçə illərdir yəni şver də dəyişmir. Bu vəziyyətdə yəni yaşayırıq. Qapıda bir quyu qazılır ki, yağış suyunun önündə. Sərbəsər yağış yağanda səhərə kimi əlim qalır üstündə. Allah söz gəlib ev aparacaq. Burada da mişollar yuva açıb. Bir dənə burada baxın. Buranı da çək. Bax, mişollar belə yuva açıb, yağış yağanda hamısı dolur. Pəncərə yerin dibindədir. Hamısı salpalanır, evə dolur. Yəni bu vəziyyətdə yaşayırıq. Çox çətin. Bərbad vəziyyətdə. Pis vəziyyətdə. Bu gündə yaşayırıq. Bizə söz verdilər. Burada yaşayan qalacaq onlar. Çox pis bərbad vəziyyətdə. Nəmişdik, sökülür. Aktifdir. Buradakı bu binaların, bu evlərin... Onu deyin, Gülbəniz. Deyin, beş mərtəbənin arkasından deyin, yəni baxmırlar. Prezidenti biz görməsiz, görmür deyin ona görə də. Onu da deyin, onu da deyin. Deyin, yəni prezidentimizin xəbəri yox da bu işlərdən. Gör, sağ ol. Çəksin, görsün nə gündə. Çəkir, hamısını çəkir. Belə maraqlanan yox. Yağış yağanda biz dərvazadan çölə çıxa bilmirik. Kanalizasiya sistemlərinin hamısı tutulur. Heç harda hərlənə bilmirik. Bax, bu vəziyyətə salıblar bizim qəsəbəni, bizim küçəni bu vəziyyətə salıblar. Yağış yağanda pajarla çağırıq su çəkməyə. Bax. Bizi bax bu vəziyyətdə qoyub. Bura qışqırır. Bax, burada yayıncını biz nəfəs sözü. Nətər yaşayaq? Xəstə adam, evdə kötü uşaqlarımız var. Nətər yaşayaq bax burada biz? Yerində bax görürüz. Mənzil İstismar İdarəsinin böyrüdür. Bax, şek buranı görür, bir çarə eləmir bura. Bura bir çarə eləmir. Bəs biz bu vəziyyətdə nətər yaşayaq? Bizə söz vermirsən ki, sizə binalar söküləcək, buradan sizə ev tikilib veriləcək. İndi də eləmirsən. Biz hara gedək? Kimə deyək dərdimizi? Binaların var ki, istismarı var. Sivdir. Bu mismarın içində uşaqlar nətər gəlsin? Ayaqlarına mismar batacaq. Əl vurmayan evdə söküləcək. Bax, biz vəziyyətdə biz nətər yaşayaq? Uşaqlarımız nətər yaşasın? Hamı narahat adam. Belə yerdə adam yaşayar indiki devirdə. Onun üçün də xahiş edirik cənab prezidentimizdən, Mehriban Əliyev xanımdan. Nədir? Biz də maraqlansın. Bir görsün, bax, biz nə vəziyyətdə yaşayırıq. Bizə söz veriblər, istismardan çıxıb, heç nə eləməyin. Sizin binalar, sizin 53-cü ildə tikilmiş Stalingradski evlər gedir bura. Tikiləcək, sizə buradan bina tikilib, sizi binaya yığacaq, indi heç nə eləmirlər, bizi də bax, bu çirkabın içində yaşamağa məcbur edirlər. Xahiş edirəm dövlətimin alicana prezidentindən, onun xanımı Mehriban xanımla ki, bizim dərdimizə çarə tapsın. Bizim sözümüzü eşitsinlər, bizim evimizi təzədən tikib bizə versinlər. Bərbad halda yaşayırıq. Mənim evimdə 86 yaşlı qoca var. Baxımsızdır, heç kəsi yoxdur, mənim tabeliyimdədir. Yaşlı adamdır, heç ara çıxa bilmir. Xəstə adamdır. Bax, bu ifunətin içində yaşaya bilmir. 112-yə də zəng eləyəyim. Orada sözümüz deyəyim. Bir qırıq yağış yağan ki, daşır ayağımızın altı, küçəmiz, dərvazamıza qədər. Suyun selin içində oluq, heç kəsə gəlib baxmır. Biz su idarəsindən pajarla çağırırıq, suyu elə çağırırıq. Pajarla çağırırıq, müraciət edirik, özümüz suyu çəkdiririk. Bu da bizim kanalizasiya sistemidir güya. Xahiş edirik, bizə bir çarə tapsınlar. Valla nağara, biz dərdimizi deməliyik. Gəlin, bax, bu şəraitə qoydular bizi. Buranın yarısını, cəmaatını köçürdülər. Bizə də söz verdilər ki, burada da tikiləcək binalar sizi yığacaq. İndi heç kəs nə sözümüzü eşidir, nə bizə bir çarə qılırlar. Bax, beləcə qalmışıq Sibilxananın içində. Biz özümüzü prezidentimizə, Mehriban xanıma. Bizim dərdimizə bir çarə. Kömək eləsinlər bizə. Çox pis vəziyyətdə yaşayırıq. Çox pis vəziyyətdə. 6 ailə bir mərtəbədə, 12 ailə 2 mərtəbədə. O 5 mərtəbənin 8 ailənin görə, hamısı xəstədir. arxa tərəfə düşdüyünə görə, yəni gizləyirlər, bildirmirlər. Yuxarıda
Bakın, bakın, bak. Biz insanların çaldıkları vəziyyətə bakın. Orada tünnü zirzibil suyun içinde. Bak bu binaların hamısının zirzibili, bunun hamısının havasını biz alırıq. Nəyə görə bu şəraitdə biz yaşamalıyıq? Xəstəlikdir hamısı. Özümüz xəstə insanlarıq, özümüz narahat insanlarıq. Bak bu şəraitdə yaşayırıq. Bu mismarın içine ne təklifiniz var? Binanın Uşağı küçəyə boşlaya bilmirik, zirzibildir, mismardır, taxta tuta qırığıdır. Nətər yaşayaq? Xahiş edirik bizim dərdimizə çarə tapsın. Hamı xəstəlik tapır. Bronxit xəstəliyi tapır bana. Vallahi nəmişlikdən yaşamaq. Aranın. Hədən çəkəcək. Hə, Gəl oranı çəkəcək. görərik. Hə, gəlin hamısını. Oranı da çəksin. Bizi deyələ də biri götürsün. Hə, Bizi deyələ.